Bismillahirrahmanirrahim. Tilkəd-dārul āxiratu nec'aluhā lillezîne lā yuridūne uluvan fil ardı və lā fasāda. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, başqaları üzərində hökmranlıq və fitnə fəsad iddiasında olmayanlara nəsib edirik. Gözəl aqibət ancaq təqvalılara məxsusdur. Qəsas surəsi ayə 83. Bir nəfər həmədanlı, ixlaslı bir müəllimin üzünə tüpürdü. Amma o müəllim Allaha xatir səbr etdi və nəticədə Braziliyada 180 nəfər İslamı qəbul etdi. Bu sözlərə Hüccətül İslam qiraəti Qurandan dərslər proqramında həmin ayəyə istinadla danışmışdı. O təvazökar və ixlasla çalışan bir müəllimdən bəhs edir. Amma hekayə olduqca maraqlı və təsirlidir. Hüccətül İslam qiraəti deyir, 1984-cü ildə bir proqramın çəkilişi üçün Həmədan şəhərinə getmişdik. Şam yeməyi üçün şəhidlərdən birinin evində qonaq idi. Gecə bir qoca pəncərədən baxdı, məni gördü. Qapını döyüb icazə alaraq içəri girdi. Sonra nəfəs-nəfəsə qarşımda oturdu və dedi, Ağa qiraəti, mənim bir neçə qızdan sonra yalnız bir oğlum vardı. Adı Əli Muhammed Səbbağzadə idi. O həm müəllim, həm də məktəb direktoru idi. Lakin çox təvazökar və təkəbbürdən uzaq idi. Bu oğlan da başqaları kimi kefə və əyləncəyə qaça bilərdi. Amma o Allahın bəndəsi olmağı seçmişdi. İnqilabın qələbəsindən sonra Bəsit təşkilatının məhsulu oldu. O məhəllənin savadlı gənclərindən biri idi. Amma heç vaxt öz vəzifəsinə görə təkəbbürə qapılmadı. Həmişə deyərdi, mən bəsicilərin xidmətçisiyəm. İnqilabın əvvəlində insanların ərzaq kuponlarını paylayan məsul şəxs oldu. Bəzi şagirdləri və bəsici könüllülərlə birgə ev-ev gəzib kupon paylayardı. Küçənin sonunda bir yaşlı qadına kupon çatmadı. Oğlum dedi ki, sabah gətirəcəm. Amma qadın hirsləndi və hamının gözü qarşısında oğlumun üzünə tüpürdü. Bəzi bəsicilər oğlumun ixlasını çox sevənlər qadınla sərt davranmaq istədi. Amma oğlum Əli Muhammed dedi, heç nə olmayıb. Cibindən dəsmalı çıxardı və üzünü sildi. Sonra Quran ayəsini oxudu. وَالْكَازِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ. Yəni qəzəblərini boğan və insanları bağışlayanlar. Hüccətül İslam qiraəti əlavə etdi. Kupon hadisəsindən az sonra həmin gecə bu qoca kişi ürəyini tutub yerə yıxıldı və infarkt keçirdi. Təcili yardım gəldi, amma artıq vəfat etmişdi. Biz o gecə yata bilmədik. Bu qoca kim idi ki, gecənin bu saatında gəlib şəhid oğlundan danışdı və sonra dünyasını dəyişdi. Mən şəhidin bu hekayəsini bir həftə sonra Qurandan dərslər cümə axşamı proqramında danışdım. Ertəsi gün bir tacir Tehrandan gəlib məni tapdı. Hekayəni eşitmişdi. Bu şəhidin böyüklüyü və fədakarlığı onu çox təsirləndirmişdi. Mənə xeyli pul verdi və dedi, bunu bu şəhidin adına xərclə. Soruşdum, xumus verirsən? Dedi, yox, xumus nədir ki? Dedim, xumus vacibdir, sədəqə isə müstəhəb, tövsiyə olunan bir əməldir. Qısası onunla xeyli söhbət etdim. Sonda illik qazanc hesablamasını etdi və o zamanın pulu ilə bir neçə milyon tümən xumus verdi. Mən bu hadisəni İmam Xomeyniyə danışmaq üçün onun xidmətinə getdim və xumus məbləğini ona təqdim etdim. İmam həmin puldan bir hissəsini mənə qaytardı və dedi, bu gəncin niyyəti ilə bu pulu xərclə. Camerandan çıxan kimi bir tələbə mənə yaxınlaşıb dedi, mən xarici dil bilirəm və məni Braziliyadakı universitetlərə İslamı təbliğ etmək üçün dəvət ediblər. Dedim, bu çox gözəl xəbərdir, mütləq get. Tələbə dedi, amma bilet almağa pulum yoxdur. Mən də imamın verdiyi pulu ona verdim, təşəkkür etdi və getdi. Bir il sonra həmin tələbə qayıtdı və dedi, o mübarək pulun bərəkəti ilə Braziliyada bir neçə universitetdə və mərkəzdə İslam barədə danışdım. Əlhəmdülillah. 170-dən çox insan müsəlman oldu. Hətta oradakı insanlar İranlı mücahidlərə dəstək üçün 1 kiloqramdan çox qızıl bağışladılar. Bəli, bu fədakar insan Əli Muhammed Səbbağzadə idi. Təvazökar və ixlaslı həmədanlı müəllim. O bir dəfə Allah rızası üçün səbr göstərdi. O qadına sərt davranmaq əvəzinə Allahın əmrini yerinə yetirərək sükut etdi. Nəticədə onun bu təvazökar davranışı nə qədər böyük bərəkət gətirdi.